Herkese salam. Bugünkü videoda çox vacib və maraqlı bir mövzudan danışacağıq. Beyin sağlamlığı. Bəzən biz beyinə sadəcə bir orqan kimi baxırıq. Amma əslində beyin bizim bütün həyatımızı idarə edən vacib bir mərkəzdir. Belə ki, bizim düşünməyimiz, danışmağımız, yadda saxlamağımız, hərəkət etməyimiz, hiss etməyimiz, qərar verməyimiz, hamısı, bütün bu proseslər məhz beynimizin sayəsində mümkün olur. Ən maraqlısı isə budur ki, beynin hər bir hissəsinin özünə məxsus bir işi var. Yəni beyin tək bir bütöv bir sistem olsa da, onun daxilində müxtəlif bölgələr var ki, hamısı da fərqli funksiyalar yerinə yetirir. Ona görə də beyin sağlamlığından danışanda əslində biz yaddaşdan, diqqətdən, nitqdən, emosiyalardan, hərəkətdən və ümumi həyat keyfiyyətindən danışmış oluruq. İndi gəlin əvvəlcə qısa şəkildə beynin əsas hissələrinə birlikdə baxaq və onlar hansı nahiyələr, hansı hərəkətlərə cavabdehdir, onları analiz edək. Gəlin başlayaq beyin paylarından və onların funksiyalarından. İlk olaraq gəlin başlayaq beynin alın payından. Beynin alın payı, yəni frontal lob ingilis dilində çox vacib funksiyalara cavabdeh bir nahiyədir. Bu isə bizim qərar verməyimizdə, plan qurmağımızda, diqqətimizi toplamağımızda, davranışlarımızı idarə etməyimizdə və problemləri həll etməyimizdə böyük rol oynayan bir nahiyədir alın payı. Yəni insanın belə deyək, gündəlik həyatını təşkil edən bir çox yüksək səviyyəli zehni funksiyalar məhz alın payı ilə bağlıdır. Hətta desək ki, frontal lob, yəni alın payı bizim idarə etmə mərkəzimizdir, heç də səhv olmaz. Başqa bir nahiyə, ikinci nahiyə gicgah payından danışmaq istəyirəm. Temporal lob, bu nahiyə. Bu nahiyə xüsusilə də eşitmə, dil anlama, yaddaş və informasiyaların mənalandırılması ilə əlaqəli olan bir nahiyədir. Kimisə dediyini yadda saxlayanda, tanış səsləri ayırd edəndə bu hissə aktiv şəkildə işləyir. Ona görə də bu pay gündəlik ünsiyyət və yaddaş üçün çox önəmli bir nahiyədir. Başqa bir nahiyə təpə payı, parietal lob. Təpə payı, yəni bu nahiyə daha çox toxunma hissi, bədən hissələrinin məkan üzrə qavranılması, istiqaməti anlamaq, məlumatların birləşdirilməsi ilə məşğul olan bir nahiyədir. Məsələn, bir əşyanın harda olduğunu anlamaq, ətraf mühiti dərk etmək, bədənin mövqeyini hiss etmək, bu kimi funksiyalar hamısı bu nahiyənin funksiyası ilə sıx bağlıdır. Başqa bir nahiyəmiz isə occipital lob, ənsə payı. Bu nahiyə məhz görməmizlə əlaqəli olan bir nahiyədir. Biz rəngləri, formaları, hərəkəti, görüntüləri məhz bu occipital lob, ənsə payının işləməsi sayəsində qəbul edirik. Yəni gördüyümüz hər şeyin beyində mənalandırılmasında bu payın rolu çox böyük. Hal-hazırda gördüyünüz kimi beyni artıq çıxardıb əlimdə tutmuşam. Çünki başqa bir nahiyədən, beyincikdən danışmaq istəyirəm, bu nahiyədən. Bu nahiyə daha çox balans, koordinasiya, hərəkətlərin dəqiqliyi ilə əlaqəli olan bir nahiyədir. Daha lori dildə desək, belə deyək, insan rahat yeriyirsə, hərəkətlərini düzgün tənzimləyirsə, bədən tarazlığını qoruyursa, burada məhz bu nahiyənin, beyinciyin böyük rolu var. Niyə bunları bilmək vacibdir? Çünki beynin sağlamlığı dedikdə biz sadəcə beyin yaxşı işləsin demirik əslində. Biz əslində bunu nəzərdə tuturuq. Diqqətimiz yaxşı olsun, yaddaşımız yaxşı olsun, güclü olsun, nitqimiz aydın olsun, emosiyalarımızı düzgün idarə edə bilək, hərəkətlərimizi, koordinasiyamız düzgün olsun və gündəlik həyatda özümüzü daha enerjili, daha ayıq hiss edək. Yəni beyin sağlamlığı əslində bu deməkdir. Yəni beynin hər bir hissəsi həyatımızın ayrı bir tərəfinə təsir edir. Ona görə də sağlam və yaxşı beyinə baxmaq əslində özümüzə yaxşı baxmaq deməkdir. Beyin sağlamlığını bəs necə qoruya bilərik? Ən əsas sual burada ortaya çıxır və indi videonun bu hissəsində məhz bu mövzuya toxunub bəzi məlumatlar, bəzi informasiyalar, elmi sübutlara əsaslanan, elmi tədqiqatlara əsaslanan, sınanılmış bəzi metodları sizinlə paylaşacağım. Hansı ki, bunlar gündəlik həyatımızda etdiyimiz kiçik addımlar olsa da beyin sağlamlığımızda çox böyük rol oynayır. Ən birincisi nədir? Hərəkətli olmaq. Bəli, hərəkətli olmaq müntəzəm olaraq fiziki aktivlik beyinə qan axınını artırır. Bu isə beyin hüceyrələrinin oksigen və qida maddələri ilə yaxşı təmin olmasını təmin edir, kömək edir. Və hərəkət etmək həm də əhval-ruhiyyəni yaxşılaşdırır, gərginliyi azaldır və ümumi sağlamlığa müsbət təsir edir. Bunları artıq siz bilirsiniz. Amma burada ağır idman şərt deyil, yəni beyin sağlamlığımız üçün. Gündəlik gəzinti, müəyyən pilləkənləri qalxmaq,
hətta üzmək, velosiped sürmək, belə tip hərəkətlər belə beyin üçün çox faydalıdır. İkinci önəmli məsələ, hansı ki, beyninizin sağlam qalmasına, aktiv qalmasına kömək edə bilər. Bəlkə də çoxumuz bunun fərqində deyilik, amma bu doğrudan da sınanılmış, təcrübələrə əsaslanan, tədqiqatlar nəticəsində məlum olan və beyinə doğrudan da çox müsbət təsiri olan bir metoddur. Bu nədir? Sosial olaraq aktiv qalmaq. Bəli, daima insanlarla ünsiyyətdə olmaq beyin üçün çox vacibdir. Söhbət etmək, hər hansısa bir fikri paylaşmaq, birlikdə vaxt keçirmək beyni aktiv saxlayır. Belə ki, sosial əlaqələr insanın əhvalına da yaxşı təsir edir. Bəzən özünüz bilirsiniz, sadə bir söhbət, bir dostla görür, bir ailə məclisində belə keçirdiyiniz zaman sizə bir stimul olur və bu beyninizə də təsir edir. Başqa bir nüans sağlam qidalanmaq. Bəli, sağlam qidalanmaq bədənimiz üçün təkcə deyil, elə beynimiz üçün də vacib bir addımdır. Belə ki, beyində bədənimizin digər hissələri kimi beynimiz də düzgün qidalanmaya ehtiyacı duyur. Meyvə tərəvəz, dəniz məhsulları və su ilə qidalanma beyin funksiyalarını dəstəkləyir. Xüsusilə də rəngarəng qidalar, yəni tərəvəzləri bol olan qidalar beyin üçün çox faydalıdır. Rasionlarında bu qidalar olan insanların tədqiqatlar nəticəsində, uzun müddətli tədqiqatlar nəticəsində beyinlərinə baxıb və bunun nə qədər sağlam beyinə onların malik olduqlarını görüblər. Və ona görə də alimlər, həkimlər hər zaman sağlam qidalanmanın beyin üçün vacib olduğunu vurğulayır. Başqa bir nüansımız yaxşı yatmaq. Bəli, yuxu beyin üçün sadəcə istirahət deyil. Yuxu zamanı beyin informasiyanı emal edir, yaddaşı möhkəmləndirir və özünü bərpa edir. Ona görə də kifayət qədər yuxu almaq beyin sağlamlığının əsas və birinci şərtlərindən biridir. Başqa bir nüans stresi azaltmaq. Uzun müddətli stres həm diqqətə, həm yaddaşa, həm də emosional vəziyyətə mənfi təsir edə bilir. Ona görə də hər insan özünə uyğun rahatlanma yolları tapmalıdır. Bu gəzinti ola bilər, meditasiya ola bilər, nəfəs məşqləri ola bilər, idman ola bilər, hobbi ola bilər və sadəcə özünə vaxt ayırmaq ola bilər. Yəni stresi azaldmaq üçün bunları edə bilərsiniz. Başqa önəmli bir məsələ isə daima beyninizi işlətmək, yəni aktiv saxlamaq. Beyin işlədikcə güclənir. Buna nə aiddir? Yeni bir şeylər öyrənmək, kitab oxumaq, oyunlar oynamaq, bu yaddaş oyunları, crosswordlar da ola bilər və yaxud da fərqli fəaliyyətlərlə məşğul olmaq. Hansı ki, beyniniz üçün bunlar çox-çox əhəmiyyətli və faydalıdır. Videomuzu sonlandırsaq, sözlərimi bununla sonlandırmaq istəyirəm. Beyin bizim həyatımızın mərkəzidir. Yəni, az öncə qeyd etdiyimiz müəyyən paylar, müəyyən hissələr gördüyünüz kimi hər hansı bir hissə, hamısı bir hərəkətimizlə əlaqəlidir. Və bunların hamısı ən maraqlısı odur ki, bir anda işləyir. Yəni, beynin müəyyən hissələri hamısı bir anda işləyir. Bir orkestra kimi fəaliyyət göstərir. Ona görə də bunları qorumaq lazımdır, bu funksiyaları, beynimizi. Əgər beynimiz sağlamdırsa, insanın düşüncəsi də, hissləri də, davranışı da, həyat keyfi də daha yaxşı olur. Ona görə də beynimizə qayğı göstərmək çox vacibdir, çox önəmlidir. Nə edə bilərik? Daha çox hərəkət edə bilərik, yaxşı qidalana bilərik, yaxşı yata bilərik, stresi azaltmalıyıq, sosial olmalıyıq və beynimizi işlətmək üçün daima çalışmalıyıq.